Müasirlik özündən böyüyə hörmətsizlik et demir. Müasirlik məsələn qadınlara kişilərin belə dilinə almadığı söyüşlərlə danış icazəsini vermir. Müasirlik sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ et icazəsini sənə vermir. Müasirlik yaşlı bir qadın əsə-əsə başının üzərində dayanır və sən oturduğun yerdən tərpənmirsən icazəsini sənə vermir. Müasirlik bugün qadınların da küçədə kişilər kimi siqaret çəkmək komfortunu vermir sənə. Bəlkə də verir. Biz o qədər müasir deyilik. Bəlkə də ona görə də bilmirəm. Müasirlik məsəl üçün publarda qadınlara qəlyan pulsuzdur demək deyil. Çox maraqlıdır ki, indi məsələn bir pubun sahibi kimdir? Qadın deyil də. Mütləq şəkildə bir kişidir. Bir pubun sakinidir. Məsəl üçün bir papaq restoranı var. Orada qızlar bir oynadılar. Papaqdan söhbət gedə bilməz də ümumiyyətlə orada. Bilirsiniz necə, papaq da milli mənəvi dəyərdir də. Azərbaycan qadının ləhçəyi də, yaylığı da milli mənəvi dəyərdir ki, deyir, analar yaylığını atanda müharibə dayanırmış. Qanlar durulurmuş.